Dövlət bayrağı meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların and içmə mərasimi keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də gömrük orqanlarına tövsiyələrini əks etdirən video çarx nümayiş etdirilib. Daha sonra xidmətə yeni qəbul edilən 113 əməkdaş gömrükçü andı içib və hərbi marşın sədaları altında tribuna önündən keçib. Gömrük komitəsinin sədri Gömrük Xidməti General-leytenantı Şahin Bağırov bildirib ki, gömrük əməkdaşlarının and içmə mərasimi ənənəvi olaraq əlamətdar bir gündə, ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilir. Müstəqil respublikada bütün sahələrin, o cümlədən gömrük sisteminin də yenidən qurulması və inkişafı məhz Ulu Öndərin diqqət və qayğısı, uzaq görən, düşünülmüş siyasəti nəticəsində mümkün olub. Daha sonra Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışılıb. Onun əziz xatirəsinin daim yaşadılacağı bildirilib. Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin iştirakı ilə xüsusi kompozisiya nümayiş etdirilib.